Birləşmiş Ştatlar liderinin tətbiq etdiyi rüsumlar dünya ölkələrini ayağa qaldırıb. Ağ Ev rəhbərinin siyasəti ilə barışmayan 50-dən çox ölkə Birləşmiş Ştatlara idxal rüsumlarının azaldılması yaxud da ləğvi ilə bağlı müraciət edib. Bu məqamda Trumpın tariflərin ləğvi ilə bağlı son açıqlamasını xatırlatmaqda fayda var. Çünki ölkənin 47-ci prezidenti hesab edir ki, gömrük rüsumlarının aradan qaldırılmasını istəyən hər bir ölkə lideri bu qərarı əvvəlcə öz ölkəsində tətbiq etməlidir. Yalnız bundan sonra Ağ Ev tariflərin sıfıra endirilməsi məsələsinə baxa bilər. Bunun fonunda rüsumların tətbiqinin təxirə salınması mövzusu da aktuallaşıb. Ancaq Trump administrasiyasının reaksiyası digər ölkələrin heç də ürəyincə olmayıb. Ölkənin Maliyyə Nazirliyi digər dövlətlərin müraciətlərinə baxmayaraq prosesin ləngiməyəcəyini açıqlayıb. Asiya birjalarının zəifləməsi ilə Trumpın tarif siyasəti öz təsirlərini göstərməyə başlayıb. Analitiklərin proqnozlarına görə gömrük rüsumları Amerikalıların iqtisadi rifah səviyyəsindən də yan keçməyəcək. Amerika Birləşmiş Ştatların ticarət dövriyyəsi 5.3 trilyon dollardan çoxdur. Yəni bu idxal olunan malların kifayət qədər çox olduğu deməkdir. Bu da Amerika Birləşmiş Ştatlarının daxili bazarında müəyyən qədər malların qiymətlərinin artmasına gətirib çıxardacaqdır. Yəni rüsumların artdığı qədər 10%-dən 49%-ə qədər daxili bazarda bahalaşmaya yol açacaqdır. Hesablamalara görə Amerika Birləşmiş Ştatlarının hər bir vətəndaşı bir il ərzində 1500-2000 dollar həcmində əlavə xərclərlə qarşılaşacaqdır. Bu həm də ki bir ticarət müharibəsi kimi də qeyd etmək olar Çinlə Amerika Birləşmiş Ştatları arasında. O ki qaldı vəziyyətin yaxın perspektivi üçün daha da şiddətlənib şiddətlənməyəcəyinə, proqnozlar bunun yalnız qarşılıqlı gömrük rüsumlarının tətbiqi fonunda baş tutacağını deməyə əsas verir. Misal üçün Çin modelində olduğu kimi, Trumpın tarif siyasətinə qarşılıq olaraq Çinin bu ölkədən idxal olunan mallara rüsumlar tətbiq etməsi kimi digər ölkələrin də bənzər addımı atacağı təqdirdə vəziyyətin dünyanın iqtisadi nizamında köklü dəyişikliklərə rəvac verəcəyi gözlənilir. Tətbiq edilən sanksiyalar, qarşılıqlı tariflərə gətirib çıxaracaqsa, bu ümumi inflyasiyanın artması ehtimalını artırır. İnflyasiyanın artması isə həm iqtisadi artım ləngidən faktora çevriləcək, çünki bu artıq mərkəzi banklar faiz dərəcələrinin artmasına gedəcəklər. Ümumi iqtisadi aktivliyin aşağı düşməsinə gətirib çıxara bilər. Amma Amerika özü üçün bütün bunları nəzərə alır və fikirləşir ki, ilkin dönəmdə kataklizmalar sonradan bizneslərin Amerikaya qayıtmasına, Amerika biznesmenlərinin kənar ölkələrdə investisiyalardan çəkinərək öz ölkələrinə investisiya qoymasına gətirib çıxaracaq. Gedişat qərb nəşrlərini həyəcan təbili çalmağa vadar edib. The Wall Street Journal yazır ki, Çin Birləşmiş Ştatlarla ticarət savaşına başlayır. İki super gücün ticarət müharibəsinin isə digər dünya güclərinə təsiri istisna edilmir. Zeynəb Mirzəyeva, Azər Qarayev, Real.